Salam müəllimlər. Bizim bugünkü mövzumuz balığın mexaniki emalı texnologiyasıdır. Balığın mexaniki emalı texnologiyasından biz nə öyrənəcəyik? Bizim öyrənəcəklərimiz mexaniki emalın hansı mərhələlərdən ibarət olacağıdır, hansı mətbəx ləvazimatlarından istifadə edəcəyimizdir, ardıcıllıq necədir, yəni mexaniki emal üçün ardıcıllıqlar necədir, onu bu günləri biz öyrənəcəyik. Balıq faydalı və qiymətli ərzaq məhsuludur. Tərkibində zülal, mineral maddələr, vitaminlər, yağlar və çox miqdarda fosfor var. Balıq ətinin pəhriz ərzaq olmasını nədən bilirik? Tərkibində kalori dəyəri az olduğundan bilirik. Balıq əti İnsan orqanizmi üçün tez həzm edilir və tez hazırlanır. Tez hazırlanan qida məhsuludur. Bəs necə satılır? Təzə və ya dondurulmuş formada. Dondurulmuş balığı necə açırıq donunu? Bir müddət kənarda saxlayırıq, donu açılır və yaxud da ki, suya qoymaqla açırıq. Ən yaxşı üsul hansı ki, duzlu soyuq suya qoyub balığın donunu aça bilirik. Bəs hansı mətbəx ləvazimatlarımız var? Mətbəx qayçısı, mətbəx bıçağı, balıq təmizləyən sürtkəc və doğrama lövhəsi. Bəli, gəlin görək bu slaydda nə öyrəndik müəllimlər? Balıq necə məhsuldur? Balıq faydalıdır, qiymətlidir. Tərkibində nələr var? Tərkibində zülal, mineral maddələr, vitaminlər, yağlar, fosfor var. Bəs nə üçün pəhriz ərzağıdır? Ona görə ki, tərkibində kalori dəyəri azdır. Necə qida məhsuludur balıq? Balıq insan orqanizmi üçün tez həzm edilən qida məhsuludur. Tez bişirilir, tez hazırlanır. Bəs satışı necədir? Necə satılır? Təzə balıq satılır, dondurulmuş balıq satılır. Bəs dondurulan balığın donunu necə açaq? Dondurulan balığın donunu bir müddət kənarda saxlamaqla aça bilirik, bir də ki, suya qoymaqla aça bilirik. Bəs ən yaxşı üsul, ən yaxşı vasitə nədir balığın donunu açmaq üçün? Deməli, daxilində duzlu soyuq su olan qaba yerləşdiririk və balığın donunu açırıq. Bizə lazım olan mətbəx ləvazimatları hansı idi müəllimlər? Mətbəx qayçısıdır, mətbəx bıçağıdır, balıq təmizləyəndir, sürtkəcdir, bir də doğrama lövhəsidir. Balıq təmizləyən və ya adi sürtkəcin köməyi ilə, baxın bu ikisinin köməyi ilə, biz balığı pulcuqlardan təmizləyə bilirik. Baxın bu ikisi ilə. Əgər bunlar əl altında yoxdurlarsa, onda biz mətbəx bıçağından istifadə edirik. Baxın bu ikisi ilə təmizləyirik normalda. Əgər bu ikisi yoxdursa, onda mətbəx bıçağından istifadə edirik. Balığın pulcuqlarını təmizləyərkən əlimizi hansı ki quyruqdan başa tərəf istiqamətləndiриrik. Əlimizin hərəkətini quyruqdan başa doğru. Quyruqdan başa doğru. Bu istiqamətdə biz balığı təmizləyirik. Bu bizim ilkin mərhələmizdir. Balığın təmizlənməsi nə ilə həyata keçirildi? Sürtkəclə, balıq təmizləyənlə. Birdən onlar olmasa, onda necə? Onda mətbəx bıçağından istifadə edirik. Daha sonra balığı quyruq hissəsindən tutub, bax bu bizim ikinci mərhələmizdir. Balığı quyruq hissəsindən tutub, bıçağı quyruqdan başa doğru hərəkət etdirmək lazımdır. Pulcuqlardan təmizlənmiş balığın əvvəlcə qarın nahiyəsi kəsilib açılır. Pulcuqlardan təmizlənmiş balığın əvvəlcə qarın nahiyəsi, baxın qarın nahiyəsini kəsirik, qarnını açırıq. Sonra bu ikinci mərhələ oldu. Kəsilməsi ikinci mərhələdir. Sonra öd kisəsini zədələmirik. Öd kisəsini zədələmədən bıçağın köməyi ilə onun daxili orqanlarını çıxarırıq.
Budur bunun daxili orqanları. Bu bizim 3-cü addımımızdır, 3-cü mərhələmizdir. Yaxşı, gəlin bu slayda baxaq, görək nə öyrəndik. Nədir? Bıçaqla balığın qarın nahiyəsini kəsdik. Sonra 3-cü addım oldu ki, öd kisəsini zədələmirik və orqanlarını çölə çıxarırıq. Sonra daxili orqanları çıxardıq. Ondan sonra nə baş verir? Ondan sonra başını və quyruğunu kəsib götürürük. Bəli, daxili orqanlar çıxarıldıqdan sonra balığın quyruq hissəsi, bir də başı, baxın, kəsilib götürülür. Sonra balığın üzgəci kəsilib çıxarılır. Üzgəci kəsilib çıxarılır. Üzgəc bir əllə tutaraq quyruqdan başa doğru. Baxın, hansı ki bu hissəsindədir, üzgəclər, burada da tək üzgəclər var. Onları da bir əllə tuturuq, üzgəci bir əllə tuturuq. Quyruqdan başa doğru cəld hərəkət etməklə dartıb çıxarırıq. Bu oldu bizim 4-cü mərhələmiz, baş və quyruğun kəsilməsi. 5-ci mərhələ üzgəclərin kəsilməsidir. Cəld hərəkətlə üzgəcləri kəsib çıxarırıq. Sonra üzgəclərdən sonra mətbəx qayçısı ilə balığın kiçik üzgəcləri kəsilib çıxarılır. Təmizləndikdən sonra balıq bir neçə dəfə axar suyun altında yuyulur. Suyu çəkilənə qədər aş düzəndə saxlanılır. Bu oldu bizim 6-cı mərhələmiz. 6-cı mərhələmiz. Sonra aş düzəndə saxladıq, suyu getdi. Əgər biz file hazırlamaq istəyiriksə, onda nə edirik? İri balığı lay-lay doğrayırıq. Balığın onurğa boyu, baxın onurğası belədir də, buradandır, düzdür? Onurğa boyu yarıya böldükdə alınır file. Onurğa boyu yarıya böldükdə. Bəs file nədir? Sümüyü təmizlənmiş ət, sümüyü təmizlənmiş balıq, belə deyək. Bu üsulla balığın onurğa sümüyünü asanlıqla çıxarmaq olur. Bu slaytda nə öyrəndik müəllimlər? Öyrəndiyimiz o oldu ki, 6-cı mərhələdə axar suda yuduq. Suyu çəkilənə qədər aş düzəndə saxladıq. Sonra file halına gətirdik. Lay-lay doğradıq, onurğa boyu yarıya böldük, file alındı. Balıq adam başına pay hesabı 7. Adam başına pay hesabı tikələrə ayrılır. Baxın, tikələrə bölürük burada. Qızartmaq üçün nəzərdə tutulmuş balıq tikələrin enli və ensiz alınması üçün kiçik bucaq altında, baxın, mailə kiçik bucaq altında doğranılır. Qaynatma yolu ilə bişiriləcək balığı doğrama lövhəsinə perpendikulyar kəsmək lazımdır. Səhv eləmirəmsə 8-cidir. 8-ci addım, bu da 9-cu addım. Gəlin baxaq. İlk mərhələ hardan başladı? İlk mərhələ balığın təmizlənməsi, daha sonra balığın qarın nahiyəsinin kəsilməsi, daha sonra ödünü zədələməmək şərti ilə daxili orqanlarının çıxarılması, sonra quyruğu və başı kəsilir. Quyruğu və başı kəsildi. Daha sonra üzgəcləri kəsilir. Üzgəcləri kəsildikdən sonra axar suyun altında yuyuruq. Sonra file halına salırıq. File nə idi? Hansı ki sümüksüz ət idi. Daha sonra hissələrə böldük və maili, yəni bucaq altında kəsdik. Balığın emalı zamanı. Təhlükəsizlik və sanitariya qaydaları. Balığın üzgəclərini çıxartdıqda ehtiyatlı olmaq lazımdır. Balığın bərk sümükləri ilə əli yaralaya bilərik. Balığın pulcuqlarını təmizləyəndə əlləri yaralamamaq üçün onun quyruğundan, baxın, quyruğundan tutmaq lazımdır, sürüşüb əldən çıxmasın. Balıq təmizləyərkən əl yaralanarsa, yaranı əsaslı surətdə yumaq və dezinfeksiya etmək lazımdır. Əlimiz yaralanırsa, nə edirik? Onu yuyuruq və dezinfeksiya edirik.
Balığı xüsusi doğrama lövhəsi və ya ayrıca masa üzərində doğramaq lazımdır. Hansı ki, doğrama lövhəsinə oturur deyə xüsusi doğrama lövhəsində doğrayırıq. Doğramazdan əvvəl, doğradıqdan sonra balıq yuyulmalıdır. Həm doğramamışdan qabaq, həm də doğradıqdan sonra. Balığın emalından sonra tullantılar dərhal atılmalıdır. Dərhal. Sonda mətbəx ləvazimatları yuyucu vasitələrlə yuyulmalıdır. Budur müəllimlər, bu da bizim hansı ki balığın mexaniki emalı. Bəli, mövzumuz balığın mexaniki emalı texnologiyası idi. Yadınızda qalanı öz üstün refleks eləyin müəllimlər. Balığın isti emalı, balıq yeməkləri. Gəlin görək bu mövzuda nə öyrənəcəyik. Bu mövzuda balığın alınması, yəni hansı balıqlardan istifadə edirik, təzə balıq necə olur, köhnə balıq necə olur, daha sonra balığın isti emalı necədir, biz onu hansı formada bişiririk. Bu mövzuda öyrənəcəklərimiz bunlardır. Gəlin baxaq görək nə yazılıb. Balıq yeməklərini hazırlamazdan əvvəl mətbəx emalı üsulunu seçmək məqsədə uyğundur. Deməli, yeməyi hazırlamamışdan qabaq hansı emalı seçəcəyik, onu bilməliyik. Doğru seçilmiş emal üsulu yaxşı dad əldə etməyə və balıqda olan qiymətli qida maddələrinin saxlanmasına imkan verəcək. Deməli, mətbəx emal üsulunu yaxşı seçsək, bizim xeyrimiz nədir? Dadlı yemək əldə edəcəyik. Bir də ki, qiymətli qida maddələri hansı ki qalmış olacaq. Balıq tez xarab olan məhsuldur. Yadda saxlamaq lazımdır ki, vaxtı keçmiş balıq ətini yemək ağır zəhərlənmələrə səbəb ola bilir. Ona görə də hər bir insan balığın təzəliyini müəyyənləşdirməyə bacarmalıdır. İndi gəlin görək bu slaydda nə öyrəndik müəllimlər. Dedik ki, biz balıq yeməyini hazırlamamışdan qabaq hansı emal üsulunu seçməliyik, onda diqqətli olmalıyıq. Əgər üsulumuz doğrudursa, bəs nə əldə edəcəyik? Əgər üsulumuz doğrudursa, dadlı qida əldə edəcəyik. Hansı ki, qiymətli qida maddələrinin saxlanması baş verəcək. Sonra, balıq necə məhsuldur? Balıq tez xarab olan məhsuldur. Bəs vaxtı keçmiş balıq hansı fəsadlar yarada bilər, nəyə səbəb ola bilər? Vaxtı keçmiş balıq zəhərlənmələrə səbəb ola bilər. Ona görə də müəllimlər biz balığın təzəliyini bilməliyik. Bunu biz bacarmalıyıq. Balığın xarici görünüşü çox şeydən xəbər verir. Təzə balıq necə olur? Qəlsəmələri qırmızı olur. Xarakterik balıq yeyi verir. Deməli, necədir balıq? Təzə balıq. Qəlsəmələr qırmızı olur. Balığın üzəri nazik qatlı şəffaf seliklə örtülüdürsə, qarnında şişlik yoxdursa, pulcuqları hamar, təmiz, parıltılıdırsa, gözləri şəffaf, qabarıqdırsa, əti elastikdirsə, onda balığımız təzədir. Gəlin bir də baxaq. Deməli, balığın üzəri necə olur? Şəffaf seliklə örtülür. Şəffaf seliklə örtülür. Qarnı necə olur? Qarnı şiş olmur. Şişlik yoxdur balığın qarnında, təzə balıqda. Pulcuqları necə olur? Bax, bizə lazım olacaq pulcuqlar, qarnı, bir də onun üzəri. Pulcuqları hamar, təmiz, parıltılıdır. Daha sonra gözləri necə olur? Gözləri şəffaf, qabarıqdır. Bəs əti necə olur? Elastikdir. Deməli, balıq təzədir. Bunları mən niyə dairəyə aldım? Ona görə ki, biz balığın hansı hissələrinə baxıb onun təzəliyini biləcəyik. Balığın üzərinə baxacaq, balığın qarnına fikir verəcək, pulcuqlarına fikir verəcək, gözlərinə, bir də ətinə fikir verəcək ki, elastikdirmi, yoxsa yox. Təzə balığın əzələ qatı bərk olur. Əzələ qatı bərk olur. Sümüklərə kip birləşir və ondan çətinliklə ayrılır. Suya salınmış təzə balıq isə dərhal suyun dibinə gedir. Bax, təzə balıq ağır olur axı.
dərhal suyun dibinə gedir. Gəlin görək, xarab olmuş balıq necə olur? Yenə balığın qəlsəmələrinə fikir veririk. Bax, burada da var idi. Burada qəlsəmələrə də fikir veririk. İyinə də fikir veririk. İyi, qəlsəmələri, dərisi, hansı ki, üzəri, qarnı, pulcuqları, gözləri, əti. Xarab olmuş balığın qəlsəmələri solğun olur. Bəs təzədə necə idi? Qırmızı rəngdə idi. Ya solğun olur, ya da çirkli boz rəngdə olur. Bəs iyi necə idi? Təzə balıqda xarakterik balıq iyi verirdi. Amma köhnə balıqda xoşa gəlməz iyi olur. Qarnı, şişkinlik olmurdu təzə balıqda. Amma köhnə balıqda qarın şişir. Qarnı şişir. Təzə balıqda gözlər şəffaf olur, qabarıq olur. Amma köhnə balıqda gözlər içəri batır, öz şəffaflığını itirir. Pulcuqları təzə balıqda hamar, təmiz, parıltılı olur. Amma köhnə balıqda pulcuqlar tökülür və parıltısız olur. Üzəri nazik şəffaf qatla örtülür təzə balıqda. Amma köhnə balıqda yapışqanlı seliklə örtülür. Yaxşı, gəlin indi fərqləndirək, görək təzə balıq hansıdır, köhnə balıq hansıdır. Müəllimlər, əgər balığın qəlsəmələri solğun və ya çirkli boz rəngdə olarsa, bu təzədir, yoxsa köhnə? Köhnə balıqdır, bəli. Bəs balığın pulcuqları hamardır, təmizdir, parıltılıdır. Bəs onda necə? Bəli, əgər hamar, təmiz, parıltılıdırsa, onda təzə balıqdır. Sonra parıltılı. Əgər onun üzəri şəffaf seliklə örtülürsə, təzədir, yoxsa köhnədir? Bəli, əgər şəffaf seliklə örtülürsə, təzədir. Yox, əgər üzərindəki selik yapışqanlıdırsa, onda köhnə balıqdır, xarab olmuş balıqdır. Daha sonra, iyi, xarakterik iyi verirsə, təzədir, yoxsa köhnədir? Əgər iyi, xarakterik balıq iyi verirsə, təzədir. Yox, əgər xoşa gəlməz iyi verirsə, onda köhnə balıqdır. Belə müəllimlər, bu slaydda da bunu öyrəndik. Duza qoyulmuş və ya dondurulmuş balığın keyfiyyətini müəyyən etmək nisbətən asandır. Bəs necə? İynəni isidirik, isti iynə ilə balığı deşirik. Əgər balıq köhnədirsə, ondan çürümüş iyi gəlir. Belə balığı yemək olmaz. Deməli, duza qoyulmuş və ya dondurulmuş balığı necə yoxladıq? İsti iynə batırmaqla. Əgər çürümüş iyi gəlirsə, onda köhnədir, onu yemirik. Təzə balıq soyudulmuş və ya soyudulmamış olur. Soyudulmuş və ya soyudulmamış. Soyumamış balıq necədir? Təzə tutulub, heç bir soyudulmaya məruz qalmamışdır. Bədənin temperaturu ətrafdakı havanın temperaturuna bərabər olan balığa deyilir soyumamış. Yəni, balığı tutmuşuq, soyuducuya qoymamışıq. Onun bədəninin temperaturu ətrafdakı havanın temperaturuna bərabərdir. Bəs soyudulmuş necədir? Soyudulmuş balıq təzə tutulmuş balıqdır. Təzə tutulmuş, bədənin temperaturu soyuq hava və ya 0 dərəcəyə qədər soyudulan balığa deyilir. Yəni, soyuducuya qoyulan balıq. Soyudulmuş balıq da tez xarab olan ərzaqdır. Əgər balıqdan xoşa gəlməz iyi gəlirsə, bu onun qida üçün təhlükəli olmasından xəbər verir. Soyuq hava buzla 0 dərəcəyə qədər soyudulan balığa deyirlər. Yaxşı, gəlin görək bu slaydda nə öyrəndik? Bu slaydda öyrəndik ki, balıq duza qoyulmuş ola bilir, dondurulmuş ola bilir, soyumamış ola bilir və soyudulmuş ola bilir. Deməli, duza qoyulmuş və ya dondurulmuş balığı necə yoxladıq keyfiyyətini? İsti iynə ilə. İsti iynəni balığa saldıqda çürümüş iyi gəlir. Əgər çürümüş iyi gəlirsə, deməli balıq köhnədir. Bu balığı yemirik. Soyudulmamış və ya soyudulmuş balıqlar. Soyumamış balıq necədir? Təzə tutulmuş,
heç bir soyudulmaya məruz qalmamış. Bədənin temperaturu ətrafdakı havanın temperaturuna bərabərdir. Bəs soyudulmuş balıq necədir? Təzə tutulub. Amma bədənin temperaturu soyuq hava və ya buzla 0 dərəcəyə qədər soyudulur. Bu balığa soyudulmuş balıq deyilir. Soyudulmuş balıq da tez xarab olur. Əgər balıqdan xoşagəlməz iy gəlirsə, bu qidanın təhlükəli olmasından xəbər verir. Gəldik balığın istemal üsullarına. İstemal üsulları hansılardır? Balığı qaynadılması, balığın qaynadılmasıdır, buğda bişirilməsidir, qızardılmasıdır, pörtlədilməsidir, sobada və közdə bişirilməsidir. Deməli, bir də baxaq. Qaynatma, buğda bişirilmə, qızardılma, pörtlədilmə, sobada və közdə bişirilmə. Deməli, qaynatmaq üçün bizə hansı balıqlar lazımdır? Nərə balığı fəsiləsinə aid olan kütümdür, çəkidir, stavridadır, skumbriyadır. Kütüm, çəki, stavrida, skumbriya. Bu balıqlar qaynadılmış halda çox dadlı olurlar. Bəs gəlin görək qaynadılma necə həyata keçirilir? Qaynadılma zamanı balıq dərisi ilə birlikdə adam başına tikələrək və bütöv halda isti suya elə qoyulur ki, onun üzərində 1-2 sm örtsün, su onun üstünü 1-2 sm örtsün. Deməli, buradan bizə başa düşdük ki, balığı dərisi ilə birlikdə də bişiririk, bütöv halda da bişiririk. Amma suyu o qədər tökürük ki, balığın üstündən 1-2 sm örtməlidir. Balığın dərisini 2-3 yerdən çərtirik. Niyə? Ona görə ki, tikələrin forması qaynatma zamanı dəyişməsin. Bəli, çərtməyimizin səbəbi tikələr, hansı ki qaynadılan zaman formasını dəyişmir. Su nə qədər az əlavə edilərsə, balıq bir o qədər də dadlı alınır. Bu zaman nə edirik? 1 kiloqram balığa 1 litr su götürürük orta hesabla. Suya bəs nə qədər duz tökürük? Nə qədər suya, nə qədər duz? 1 kiloqram balığa 1 litr su götürdük. 1 litr suya da 1 çay qaşığı duz tökürük. Daha sonra istiot tökürük. Qeyd eləyək burada duzdur, istiotdur, dəfnə yarpağıdır, soğandır, yer köküdür, cəfəridir, kərəviz əlavə edilir və tez qaynama həddinə çatdırılır. Deməli, nə etdik müəllimlər? Bir refleksiya eləyək. Adam başına dərisi ilə birlikdə tikələr götürdük və yaxud da ki, bütöv halda. Su onun üzərinə nə qədər örtməli idi? 1-2 sm örtməli idi. Bəs formasının dəyişməməsi üçün nə etməliyik? Balığı 2-3 yerdən çərtdik. Su ilə balığın miqdarı nə qədər oldu? Bərabər. 1 kiloqram balığa 1 litr su götürdük. 1 litr suya 1 çay qaşığı duz götürdük. İstiot tökdük, dəfnə yarpağı tökdük, soğan tökdük, yer kökü, cəfəri, kərəviz əlavə etdik. Qaynama həddinə çatdırılır. Sonra isitmə azaldılır. Qaynama həddinə ki çatdırıldı, isitməni azaldırıq. Maye qaynamasın. Xırda balığı nə qədər? Xırda balıq 10-15 dəqiqə. Orta ölçülü və tikələrə ayrılmış balıqlar 15-20 dəqiqə. Orta ölçülü 15-20 dəqiqə, xırda balığı isə 10-15 dəqiqə qaynadılır. Balığın hazır olması necə bilirik? Balığın hazır olmasını çəngəlin köməyi ilə bilirik. Çəngəlin köməyi ilə. Çəngəl onun ən qalın hissəsinə batırılır. Əgər çəngəl balığa rahat batırsa, deməli balıq hazırdır. Həddindən artıq qaynadılmış balıq bəs necə olur? Balığın əti lay-lay ayrılır. Qaynadılmış balığı yalnız masaya veriləndə bulyondan çıxartmaq lazımdır ki, o qurumasın. Yəni qabaqcadan çıxartmırıq bulyondan. Yaxşı müəllimlər, gəlin görək bu slaydda nə öyrəndik? Qaynadılma zamanı nə qədər örtməlidir su balığın üzərini? 1-2 sm. Bişirəndə necə bişiririk bəs? Dərisi ilə birlikdə də bişirə bilirik. Sonra bütöv şəkildə də bişirə bilirik. Formasını qaynayan zaman dəyişməsin deyə nə edirik? 2-3 yerdən çərtirik. Hansı ki, yüngülvarı kəsirik, belə deyək. Bəs 1 kiloqram balığa nə qədər su götürürük? 1 litr. 1 litr suya nə qədər duz götürürük?
1 litr suya 1 çay qaşığı duz götürürük. Əlavə nələr vururuq? İstiotdur, daha sonra dəfnə yarpağıdır, soğandır, çərəvizdir, cəfəridir, yer çöküdür. Xırda balıqlar nə qədər qaynadılır? Xırda balıqlar 10-15 dəqiqə. Sonra orta və yaxud da tikələrə ayrılan balıqlar nə qədər qaynadılır? 15-20 dəqiqə. Bəs onun bişməsini nə ilə yoxlayırıq? Çəngəlin vasitəsilə yoxlayırıq. Çəngəli onun qalın yoxsa nazik hissəsinə batırırıq? Çəngəli onun qalın hissəsinə batırırıq. Əgər rahat batırsa, deməli bişib. Yox, əgər balıq laylara ayrılırsa, onda nə baş verir? Onda yəqin ki, balıq çox qaynadılıb, artıq qaynadılıb. Bəs süfrəyə verən zaman nə edirik? Süfrəyə verən zaman biz balığı bulyondan çıxarırıq. Yəni, qabaqcadan çıxartmırıq. Niyə? Çünki onun səthi qurumasın deyə. Balığın isti emal üsullarından biri də buxarda bişirilməkdir. Qaynadılmanı öyrəndik, indi də buxarda bişirilmə. Bu üsul qaynadılma ilə oxşardır. Amma nisbətən az miqdarda suda və yağ əlavə etməklə hazırlanır. Deməli, su yalnız balığın 1/3 hissəsini örtənə qədər tökülür. Amma qaynadılmada necə idi? 1 kiloqram balığa 1 litr su idi. Burada isə balığın 1/3 hissəsini örtənədək biz suyu tökürdük. Eyni zamanda da yağ əlavə edirdik. Balıq ağzı bağlı qazanda qaynadılır. Beləliklə, balığın alt hissəsi suda yağla qaynayır, üst hissəsi isə buxarda emal edilir. Qaynadılmada istifadə edilən balıq növləri də buxarda bişirmək üçün yararlıdır. Hansıları idi onlar? Hansı ki, nərə balıq fəsiləsindən olanlar kütüm idi, çəki idi, skombriya idi, stavrida idi. Bəli, qaynadılmada istifadə edilən balıqlar, dedik, buxarda da bişirmək üçün yararlıdır. Balıq əti dəridən və sümüklərdən təmizlənir. Qaynadılmada təmizlədikmi dərisin? Xeyr, təmizləmədik. Dəri ilə birlikdə və yaxud da bütöv şəkildə bişirdik, qaynatdıq. Deməli, balıq əti dəridən və sümüklərdən təmizlənir. Doğranmış balıq tikələri, dərisi soyulmuş hissəsi aşağı olmaqla bir sıra düzülür və üzərinə su tökülür. Deməli, dərisi soyulmuş hissəsi aşağı olmaqla bir sıra düzülür və üzərinə su tökülür. Biz qaynadılmış balıqda bildik ki, 1 kiloqram balığa 1 litr su tökdük. Bəs buxarda bişirilənə nə qədər su tökürük? 1 kiloqram balığa 1 stəkan yarım, yəni 1,5 stəkan olmaqla su götürülür. Sonra duz, ədviyyat və limon əlavə edilir. Belə. Bəs qızardılma necə baş verir, müəllimlər? Üstünlük təşkil edən üsullardan biri qızardılmadır. Balığa duz, istiot səpilir, unlanır, yağda qızardılır. Deməli, duz, istiot vururuq, unluyuruq və yağda qızardırıq. Balığı bitki yağında qızartmaq məsləhətlidir. Bitki yağında. Qızardılma zamanı balıq tikələrinin üzərində, baxın, tavada görürük, qızılı rəngdə qabıq əmələ gəldikdən sonra balığı mütləq tam hazır vəziyyətə çatdırmaq lazımdır. Bəs bunu necə edirik? Bunun üçün tavanı qapaqla örtürük, odu azaldırıq və ya balığı sobaya qoyuruq. Deməli, qapağı örtdük, odu azaltdıq və ya balığı sobaya qoyuruq. Bu slaydda nə öyrəndik? Bu slaydda qızardılmanı öyrətdik. Qızardılma necə həyata keçirilir? Bəli, duz və ya istiot səpilir, unlanır, yağda qızardılır. Bəs əsasən nədə qızardırıq? Hansı yağda qızardırıq? Balığı bitki yağında qızartmaq məsləhətlidir. Bəs nə zaman biz onun bişməsindən əmin oluruq? Səthi qızıl rəngdə olarsa, yəni qızıl rəngdə qabıq əmələ gələrsə, onda onu tam vəziyyətə çatdırırıq. Tam vəziyyətə necə çatdırırıq? Qapağı örtürük, odu azaldırıq və yaxud da ki, balığı sobaya qoyuruq. İndiyənə kimi neçə mərhələ öyrəndik? Qaynadılma, qızardılma, bir də ki, buxara verilmə. Qaynadılma, nə qədər balığa nə qədər su götürdük? 1 kiloqram balığa 1 litr su. Bəs buxarda bişirilməyə nə qədər balığa nə qədər su? 1 kiloqram balığa 1,5 stəkan su götürdük. Qızardılmada da yağ lazımdır. Balıq yeməklərinin daha bir növü pörtlətmədir. Pörtlətmə.
Balığı sos və ədviyyatlar əlavə etməklə də pörtlətmək olar. Bəli, sos və ədviyyatlarla əlavə etməklə pörtlətmək olar. Təkcə çiğ yox, qismən emal edilmiş balığı da sobada və közdə bişirmək olar. Deməli, çiğ yox, qismən, hansı ki biz qızardılmada dedik ki, tavada qızarıb, sonra sobaya da verə bilirik, sobaya da qoya bilirik. Burada da belə. Təkcə çiğ yox, qismən emal edilmiş balığı da sobada və közdə bişirmək olar. Bu zaman çox vaxt müxtəlif soslardan istifadə edilir və balıq qarnı birbaşa sobada və yaxud metal torun üzərində, baxın, ya sobada ya da metal torun üzərində közdə bişirilir. İsti balıq yeməkləri masaya ilıq vəziyyətdə verilir. İlıq vəziyyətdə. Balıqla qarnir boşqab və ya buluda düzülür. Balıq yeməyinin növündən asılı olaraq sos süfrəyə ayrıca və ya eyni boşqabda verilir. Ya ayrıca ya da ki, eyni boşqabda verilir. Bu bizim balığın isti emalı idi, müəllimlər. Ümidvaram ki, yadınızda saxlayacaqsınız, yadınızda qalacaq. Balığın isti emalı hansı mərhələlərdən ibarət idi və 1 kiloqram balığa nə qədər su götürürdük, hansı emal üçün yağdan istifadə edirdik. Bax, bunları biz öyrəndik. Bir də ki, təzə balıq necə olur, köhnə balıq necə olur, soyudulmuş balıq, dondurulmuş balıq və duza qoyulmuş balıq. Yəni, bunların haqqında biz məlumat aldıq. İndi isə öyrənəcəyimiz mövzu quş ətinin mexaniki mətbəx emalı texnologiyasıdır. Quş ətinin mexaniki mətbəx emalı texnologiyası. Ev quşlarının ətinin, hansı ki, ev quşları hansılardır? Toyuqdur, hinduşkadır, ördəkdir, qaz ətidir. Bax, bunlar əzələ toxuması xırda lifli olduğundan onlar qida məhsulu kimi çox faydalıdırlar. Faydası nəyə görədir? Əzələ toxuması xırda liflidir. Tez bişir, asan çeynənilir. Hinduşka əti. İndi öyrənəcəyimiz hinduşka ətidir. Hinduşka əti keyfiyyətli qida məhsuludur. Keyfiyyətli. Digər quş əti növləri ilə müqayisədə, hansı ki A, E vitaminləri ilə zəngindir. Bir də tərkibində az miqdarda xolesterin var. Tam əminliklə demək olar ki, hinduşka əti pəhriz ərzağıdır. Balıq da pəhriz ərzağı idi. Çünki tərkibində nə var idi? Kalorisi az idi. Hinduşka əti fosfor, kalsium, dəmir, natrium, kükürt, kalium, maqnezium, yod, manqan və s. mikroelementlərlə zəngindir. Deməli, hansılarla? Fosfor, kalsium, dəmir, natrium, kükürt, kalium, maqnezium, yod, bir də manqan. Bax, bu mikroelementlərlə zəngindir. Hinduşka əti həm də çox dadlıdır, çox gözəl dadı ilə fərqlənir. Tərkibində nələr var? Yağlar var, karbohidratlar var, zülallar var. Bəs balığın tərkibində nə var idi? Balığın tərkibində zülal var idi, yağ var idi, mineral maddələr var idi, vitaminlər var idi, bir də fosfor var idi. İndi gəlin hinduşkaya baxaq. Hinduşkada yağlar var, karbohidratlar var, zülallar var. Dad keyfiyyətlərinə görə hinduşka ətinin yeri toyuq əti ilə mal əti arasındadır. Deməli, toyuq əti ilə mal əti arasında dadına görə hinduşka da onlara bərabərdir, belə deyə, onların arasındadır. Hinduşka əti orta yağlılığa malikdir. Bu isə digər ərzaqlardan orqanizmə daxil olan kalsiumun mənimsənilməsinə kömək edir. Orta yağlılığa malik olması orqanizmə daxil olan kalsiumun mənimsənilməsinə kömək edir. Zülalla zəngin olduğundan o bizə istənilən başqa ətə nisbətən daha çox həyat enerjisi verir. Deməli, tərkibində zülal olduğundan həyat enerjisi verir. Balıq ətində olduğu kimi hinduşka ətinin də tərkibində fosfor var. Bəli.
Balıq ətində daha çox idi fosfor. Yaxşı, gəlin baxaq görək, hinduşka necə qida məhsuludur? Hinduşka keyfiyyətli qida məhsuludur. Bəs tərkibində hansı vitaminlər var? A, E vitamini var. Tərkibində az miqdarda xolesterin var. Hinduşka əti necə ərzaqdır? Pəhriz ərzaqıdır. Tərkibi hansı mikroelementlərlə zəngindir? Fosfor, kalsium, dəmir, natrium, kalium, kükürt, yod, manqandır, daha sonra maqneziumla zəngindir. Dadlı qida məhsuludur. Dadı ilə demək olar ki, fərqlənir. Bəs tərkibində nələr var? Tərkibində yağlar, karbohidratlar, zülallar var. Deməli, karbohidratlar, yağlar və zülallar var. Dad keyfiyyətinə görə necə fərqlənir? Dad keyfiyyətinə görə toyuq əti ilə mal əti arasındadır. Daha sonra hinduşka əti orta yağlılığa malikdir və bu da insan orqanizmində kalsiumun mənimsənməsinə kömək eləyir. Həyat enerjisi verir insana. Nə səbəbə? Ona görə ki, tərkibində zülalla zəngindir. Başqa nə var tərkibində? Balıq ətində olduğu kimi fosfor var, hinduşka ətində də. Toyuq ətinin qidalılığı hinduşka ətindən bir qədər geri qalır. Amma bəzi digər göstəricilərə görə toyuq əti hinduşka ətindən daha faydalıdır. Deməli, həm faydalıdır, həm də bir qədər geri qalır. Qidalılığı. Toyuq ətinin yağlılığı və kalorisi çoxdur. Həm yağlılığı, həm də kalorisi çoxdur. Toyuq ətində bütün digər quş əti növlərinə nisbətən zülalın miqdarı yüksəkdir. Bəli, zülal yüksəkdir. İnsan orqanizminin bütün əvəzolunmaz amin turşuları ilə təmin edə bilir. Deməli, zülal var tərkibində, amin turşuları var, kalorisi var, yağlılığı çoxdur. Bundan başqa toyuq ətində çoxlu mikroelementlər var. Hansı mikroelementlərdir? Sinkdir, misdir, maqneziumdur. Sink, mis, maqnezium. Toyuğun mexaniki mətbəx emalı aşağıdakı mərhələlərdən ibarətdir. Gəlin görək, hansı mərhələlərdir? Toyuğun donunun açılması, oda verərək ütülməsi, başının, boynunun, ayaqlarının, qanadlarının kəsilməsi, içalatın təmizlənməsi və yuyulması, doğranaraq yarım fabrikatların hazırlanması. Yarım fabrikat nədir? Sonradan başqa istehsalda işlənib tamamlanmalı olan məmulat. Yarım fabrikat, yəni budların bir yana, döş hissəsinin bir yana, yəni ciyərlərin bir yana, yəni bu formada biz nə edirik? Fabrikatlaşdırırıq. Donun açılması nədir? Toyuqlar dondurulmuş halda, hansı ki bir-birinə toxunmamaq şərti ilə masa və stellajlara yığılır. Bəs nədir stellaj? Stellaj əşya və materialları saxlamaq üçün dayaqlar üzərində yerləşdirilmiş rəflərdir, çoxsaylı rəflər. Toyuq və ördək ətinin donunu neçə saata açırıq? Toyuq və ördək ətini 8-10 saata. Qaz və hinduşkanı 20 saata. Bəs neçə dərəcədə? 8-15 dərəcə Selsidə. Deməli, toyuq və ördəyi neçə saata? 8-10 dərəcədə. Qaz və hinduşkanı 20 saata. Neçə dərəcədə? 8-15 dərəcədə. Toyuq ətini donu açılmamış doğramaq lazımdır. Donu açılmamış. Bu slaydda da öyrəndik ki, nə edirik? Dondurulmuş toyuqlar bir-birinə toxunmamaq şərti ilə masa və stellajlara yığılırlar. Toyuq və ördək neçə saata donu açılır? 8-10 saata. Qaz, hinduşka 20 saata. Bəs neçə dərəcədə? 8-15 dərəcədə.
toyuq ətinin donu açılmamış, onu doğramaq lazımdır. Deməli, birinci donun açılması idi. Sonra oda verərək ütmə. Donu açılmış toyuğun üzərindəki narın tükləri təmizləmək üçün əvvəlcə dəsmal və kağız salfetlə quruduruq. Bəli, salfetlə qurutduq. Sonra tüklərin şaquli vəziyyətdə alması və odda ütülməsi asan olsun deyə ayaqlardan başa doğru üzərinə kəpək və ya un sürtürük. Bəli, kəpək və un sürtürük. Bir də ki, şaquli vəziyyət alsın deyə tüklər ayaqdan başa doğru kəpəyi unu sürtürük. Dərini zədələməmək və ya dəri altı piyi əritməmək üçün toyuq hiss verməyən odun üstündə, baxın, odun üstündə, amma hiss verməyən odun üstündə ehtiyatla ütülür. Əgər toyuqda inkişaf etməmiş lələklər, yəni kötük kimi var da, onlar varsa, ya bıçağın köməyi ilə kənarlaşdırırıq, ya da maqqaşın köməyi ilə. Toyuğun boynunun, ayaqlarının, qanadlarının kənarlaşdırılması. İçalatı çıxarmazdan əvvəl toyuğun boynunun bel tərəfində, baxın, boynunun bel tərəfində cəmdəkdə qalmaqla sonuncu boyun fəqərəsindən kəsilir. Sonuncu boyun fəqərəsindən kəsilir. Dəri, toyuq və cücələrdə boynun yarısına qədər dəri. Ördək və qazlarda 3/2-sindən kəsilir. Deməli, toyuq və cücələrdə bax bu da yarısına qədər, yarısı burada qaldı, yarısını kəsdik götürdü. Ördək və qazlarda isə 3/2-sinə qədər. Neynirik? Kəsirik. Ayaq və qanadları oynaqlardan kəsirik. Bəli, bu ayaqdır, bu da qanadlardır. Neynirik? Oynaqlardan kəsirik. Bəs içalatı necə təmizləyirik? İçalatı təmizləmək üçün qarın nahiyəsində döş sümüyünün sonundan toyuğun arxa hissəsinə qədər uzunluğuna kəsilir. Deməli, qarın nahiyəsindən, qeyd eləyək burada, içalatı qarın nahiyəsindən döş sümüyünün, bax, bu da buradan, belə döş sümüyünün sonundan toyuğun arxa hissəsinə qədər, baxın, bu hissəsinə qədər kəsilir. Yaranmış deşikdən mədə, qaraciyər, piylik, ağciyər, böyrəklər çıxarılır. Hansı ki, bax, burada deşik yaranır, oradan mədədir, qaraciyərdir, piylikdir, ağciyərdir, böyrəklər çıxarılır. Sinadan və qida borusu isə boğaz deşiyindən çıxarılır, bax, yuxarı hissəsindən, bax, bu da bu hissəsindən. İçalatı təmizlənmiş vəziyyətdə daxil olan toyuqlarda öt hopmuş yumşaq ət kəsilib götürülür. Deməli, öt ki, hara hopur, həmin o yumşaq ət kəsilib götürülür. Götürülməsə acı olacaq. İçalatı təmizlənmiş toyuq. Temperaturu 15 dərəcədən yuxarı olmayan, bax, yuxarı olmayan deyirəm, 15 dərəcədən yuxarı olmayan temperaturda axar suyun altında yuyulur. Yuma zamanı qan laxtalarıdır, içalat qalıqlarıdır. Bax, bunlar təmizlənir. Quş ətini uzun müddət yumaq məsləhət görülmür. Niyə? Çünki bu qida maddələrin böyük itkisinə səbəb ola bilər. Yuyulmuş toyuq qurumaq üçün qarnı aşağı aş düzənə qoyulur ki, suyu axsın. Adam başına ayrı-ayrılıqda yeməklərin hazırlanması üçün toyuq yarım fabrikatları çox rahatdır. Gəlin görək biz bunu necə bölməliyik. Ayaqların aşağı hissəsi, baxın, aşağı hissəsi A, yuxarı hissəsi B, bud və bud tipi. Aşağı hissəsi A, yuxarı hissəsi B. Daha sonra qanadlar kəsilir. Baxın, qanadlar daha sonra kəsdik. Sonrakı əməliyyatda döş qəfəsi kəsilir. Baxın, döş qəfəsini kəsdik, götürdük. Bel və döş ayrılır. Bəli, beli də, döşü də ayırırıq. Bel hissəsi eninə kəsilir. Döş hissəsi isə uzunluğa. Bəli, bel eninə, döş uzunluğa kəsilir.
Supermarketlərdən təkcə içalatı təmizlənmiş yox, hətta doğranmış quş əti, döş əti, bud əti, qanad və s. yarım fabrikatlar kimi almaq olar. Toyuq əti müxtəlif üsullarla bişirilir dedik. Qaynadılır, pörtlədilir, qızardılır. Bişirilən zaman dəri çıxarılıb atılmalıdır. Çünki o insan bədənində piylənməyə səbəb olur. Təhlükəsizlik qaydaları. Quşu doğradıqda bıçağın dəstəyini möhkəm tutun. Ancaq yaxşı itlənmiş bıçaqla işləyin. Əllərin və bıçağın dəstəyinin quru olmasına çalışın. Bəli, əllər və bıçaq dəstəyi quru olmalıdır. Bıçağı kəsən tiyəsi yuxarı vəziyyətdə qoymayın. Yerə düşən bıçağı havada tutmağa cəhd göstərməyin. Quşu doğradıqdan sonra bıçağı yumaq lazımdır. Bu da bizim bugünkü mövzumuz. Rahat mövzuydu. Yadda qalan mövzuydu. Belə müəllimlər.